Həmişəki kimi Avropadan salamlar dostlar. Dağdayıq, qəşəng hava var. Mənim tam sevdiyim bu romantik çiskin yağışdır. Havadır. Deməli dağdan su götürürəm. Burada 300 litr su var. Yəni bu 5 litrliklərdən əlavə orada 25-30 litrliklər var. Görürsünüz, düzdür, sitren yatıb. Belə bir yerdir dostlar, bulaq. 1869-cu ildə bu tikiblər buraları, qədimi daşlardır, görürsünüz. İsa Peyğəmbərin adına İsus Xristos yazılır. Görürsünüz, belə su gəlir. Nə buranın ətrafını zəbt eləyən var, nə bura, nə bilim, restoran salan var. Nə bilim, boşum bu insanlara məxsusdur. Görürsünüz, dağ çiskin yağışda yağır. Belə dostlar. Bu Alp dağları tərəfdir. Bundan o tərəfə artıq Avstriya, Şveysariya. Bu tərəfə isə Almanya, Polşa, Çexiya, Xorvatiya filan, Slovakiya. Gördünüz dostlar. Belə qəşəng dağlardan gəlir. Hər şey bambaşqa, hər şey çox maraqlı. Gördünüz, heç kim heç yeri zəbt eləməyib. Bu hər şey insanlara aiddir. Burada da bir küçük körpücük var, görürsünüz. Belə yağış dağır. Mənim ən sevdiyim havadır bu. Çoxları deyir ki, biz səni başa düşəmirik, bu havanı neyin sevirsin? Havada təmizliyə, yağışdan sonra dostlar bilirsiniz ki, hava tərtəmiz olur. Baxın daşın enliyinə. 1863-69-cu illərdə tikilmiş insanlar üçün gecə gündüzdə su gəlir, gedir. Hər kəsə uğurlar dostlar. Maraqlı şeylərdən, maraqlı faktlardan sizə çəkib göstərəcəm.